Azərbaycanda gələcək nəsillərin sağlamlığının qorunması və anadan gəlmə xəstəliklərin qarşısının alınması məqsədi ilə iyulun 1-dən etibarən aralarında nikah bağlanmasına yol verilməyən qohumların dairəsi genişləndirilir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən ümumi bioloji babası və ya nənəsi olan əmi oğlu ilə əmi qızı, xala oğlu ilə xala qızı, bibi oğlu ilə dayı qızı, bibi qızı ilə dayı oğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilməyəcək. Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə Qeydiyyat Şöbəsi, Konsulluq İdarəsi və ya İcra Hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq. Əgər həmin məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmağı istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin sürəti nikah ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda, qohumluq əlaqələrinin olub-olmadığını müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq.